Məzaya və mayebi Nəqşəvəndiciyə hər günə sərmayə bizim bu məmləkətdə. Şamil qızıl ola, maşın ola, mülk ola. Getsən Zərgər bazarına 200 milyonluq qızıl alırsan. Nəqşəvəndici səhridir. Elə bu dükandan çıxıb gedib bəğəl dükanı desən ha, mən bu qızıl almışam 200 milyona satıram, neçəyə götürürsən? Maşını sahib qoyacaq qabağına, zəb təqsim eləyəcək. Dostun ola, qardaşlığın ola, deyəcək ha 170 tümənə götürürəm. Dərcə 30 milyon zərər eləyəcəksən. Mülkün var, qoyubsan əmlaki yanına. 7 milyarda buranı satma. 2 ay 3 ay zaman aparır. Əmlaki bir zəhray filanı, bir mülkiyyənin müştəri tapışıq. Neçə buyursan satır? Deyirəm, o zaman demişəm 7 milyard. İndi deyirəm 800 tümən, 800 yarım. Orada Nəqşəvəndici səri idi. Dərcə 30 milyon zərər eləyirsən. Burada Nəqşəvəndici zaman bəri idi. Neçə 100 milyon, neçə milyard qazanırsan. Özün qəzavət elə. Nəqşəvəndici səri eybidir, ya Nəqşəvəndici səri husnudur. Öz həmşəhrinizdən like və komment ilə həmayət eləyin. Ya görüşərik.